Kamran müəllim, bir sual verə bilərəmmi sizə? Mən müstəqil jurnalist Sevinç Sadıqova. Bu yaxınlarda bu məsələyə aidiyyət olmasa da sizə bu sualı vermək istəyirəm. Bu yaxınlarda sizin prokurorluq mənə xəbərdarlıq edibdir. Dövlət rəsmilərinin ünvanına güya ki, çirkin informasiyalar yayıram. Halbuki elə bir şey yoxdur. Mən sizi orada da qeyd eləmişdim ki və xahiş etmişdim ki, baş prokurorluq mənim məsələmlə bağlı araşdırma eləsin. Çünki mən təhdid olunuram, uşaqlarımla hədələnirəm. Nəyə görə prokurorluq mənim məsələmə baxmır, hələ mənə bir xəbərdarlıq edir. Mən deyirəm, edir. Azərbaycan dövləti, Azərbaycan qanunları hər bir vətəndaşımızı qoruyur, o cümlədən də sizi. Mən xahiş edirəm. Mən təhdid olunuram, Kamran müəllim. Amma siz deyirsiniz ki, olunmursunuz. Bax, nəyə görə bu iş araşdırılmır, Kamran müəllim? İcazə verin. Xeyr, mən sizi gəlib qəbulunuza düşə bilmirəm. Ona görə sizi burada görməyimə çox yaxşı oldu. Niyə belə edirsiniz ki? İmkan verin. Xeyr, mən təhdid olunuram. Və Kamran müəllimə də sual verirəm ki, niyə mən övladlarımla təhdid olunuram, Kamran müəllim? Mən ləyaqətimlə təhdid olunuram, amma mənə kömək eləmirsiniz, mənə xəbərdarlıq edirsiniz. Lütfən mənə sualıma cavab verin. Siz niyə cinayətkarları qoruyursunuz, vətəndaşı yox? Niyə qoymursunuz, sualımı verim ona, niyə qoymursunuz? Canlı deyil. Bırak da.